bu günlər paytaxtda və bölgələrdə sərçələrin sayının azaldığı müşahidə olunur. Qarğaların sayında isə əksinə xeyli artım var. Hər halda vətəndaşlar belə düşünür. Hətta iddia olunur ki, ölkə ərazisində həşəratların yayılmasının səbəbi də elə sərçələrin azalması ilə bağlıdır. Maraqlıdır, bu arqumentlər nə dərəcədə əsaslıdır? Əməkdaşlarımız bu suala cavab axtarıb. Qaranquş gəldi gedərdi, bizə qalan boz sərçədir deyimi görünür artıq zamanla aktuallığını itirir. Çünki ölkədə sərçələrin getdikcə azalması müşahidə olunur. Mən də son günlər heç görmürəm sərçələri, qarğalar daha çoxalıb. İqlimin dəyişməsi, maşınların havanın çirkləndirməsi, bunların təsiri ola bilər ki, sərçələr azalıb. Həqiqətən də azalma baş veribdir. Yəqin ki, havanın çirklənməsindən ola bilər. Sərçə yoxdur. Qarğalardır. Baba yuxarı bir onu çək yuxarı. Qarğalardır. Qədimdə türklərdə belə bir adət olub ki, onlar ağaçlarda meyvələri saxlayırlarmış ki, sərçələr gələcək, sərçələrin də payı olmalıdır. Maraqlıdır, sərçələr doğrudan getdikcə yox olur. Onların azalmasına səbəb nədir? Ornitoloq Əbülfəz Tağıyev deyir ki, bunun müxtəlif səbəbləri var. Bakı şəhərində aparılan bu yenidən qurma işlərindən bağlı olaraq xüsusilə damların örtüklərinin dəmir örtüklərlə əvəzlənməsi, binaların fasadlarının dəyişilməsinə baş verən dəyişikliklər bu sərçələrə həm çoxalmaq üçün, həm də bəzi sahələrdə qidalanmaq üçün yem tapmamasına görə bunların sayı kifayət qədər azalıb. Bundan əlavə şəhərdə qarğaların sayının artması, sonra sahibsiz pişiklərin sayının çoxalması da müəyyən miqdarda onların sayının azalmasına təsir edir. Ornitoloq sərçələrin azalmasının həşəratların çoxalmasına zəmin yaratması məsələsinə də aydınlıq gətirdi. Bunlar əsasən bitki mənşəli qidalarla qidalanırlar, yəni taxıl məhsulları və s. və ilə axır. Amma mövsümdən asılı olaraq yay aylarında onların əsas qidasını təşkil edən bu cüzülər həşəratlarla qidalandığına görə müəyyən miqdarda onların sayının tənzimlənməsində sərçələr müəyyən qədər rol oynayıblar. O ki qaldı qarğaların daha çox gözə dəyməsinə mütəxəssis bildirdi ki, əslində onların da sayı ötən illərə nisbətən daha azdır. Qarğalar sərçələrdən fərqli olaraq daha çox göz önündə olduğu üçün belə təsəvvür formalaşır. Onlar əsasən məişət tullantıları ilə qidalandığı üçün bu kimi yerlərdə daha çox uçurlar. Sənan Bəhrəmli, Samir Gülməmmədov, ATV.